Seyid Mehdi Qəvam bir ruhanidir, alimdir. Deyir, gedmişdi, tələbələri ilə bir yerdə dincəlir. Bu yanda da bir nəfər adamdı, adını unutmuşam, Məhərrəmdə yazmışdım, qeyd eləmişdim. O yanda oturub içki içir, musiqi səsi, əyləncə səsi. Məşhur bir fasik deyək də, günahkar bir adam, sayılan bir adamdır. Buna gəlib dedilər ki, bu ruhani, bu seyid, bu ağa ildə, ömürdə bir dəfə gələr, bu parkda oturar, dincələr, istirahət eləyər. Onun hörmətini saxla, mümkünsə. Biraz səs-küyüz az olsun. Falan deyir, hə, baş üstə, səsini azaldır, o mahnısının. Özü də içkili vəziyyətdə. Deyir, amma icazə olsaydı, gedib onunla bir görüşərdim, ona ədəb bildirərdim, ehtiramımı bildirərdim. Gəlir deyir, ağa, bağışlayın, bilməmişik siz buradasınız, üzr istəyirik sizdən. Mən sizə narahatçılıq yaratmarıq, alnından deyir öpür, elə o vəziyyətdə. Ağa da deyir, ona baxır, deyir ki, sənin adını çox eşitmişəm.